Salam. Gəlin baxaq görək. Ancaq nə zaman ədad, nə zaman bağlayıcıdır və yaxud da nə zaman həm ədad, həm də bağlayıcı kimi düşünmək olar. Əgər ancaq amma ilə əvəz olunursa, bu zaman burada bağlayıcı, əvəz olunmursa, ədad kimi çıxış edir. Məsələn, baxırıq. Deyirəm ki, mən dedim, ancaq o eşitmədi. Mən dedim, amma o eşitmədi. Görürsünüz, amma ilə əvəz edə bilirik. Mən dedim, amma o eşitmədi. Əgər amma ilə əvəz edə bildiksə, burada bağlayıcı. Ancaq səni düşünürəm. Burada isə amma səni düşünürəm demək olmur. Yalnız səni düşünürəm. Burada isə ədad kimi çıxış edir. Yenə bir nümunə deyə bilərik. Deyirəm ki, ancaq o bizə gəlsin. Ancaq o bizə gəlsin, yalnız o bizə gəlsin. Məhdudlaşdırıcı ədad. Bir də var, deyirəm ki, ancaq eşitmir. Baxın, burada ancaq o bizə gəlsin, amma o bizə gəlsin deyə bilmirik. Deyirəm, ancaq eşitmir. Deyirəm, amma eşitmir. Görürsünüz, burada amma ilə əvəz edə bildik. İndi elə sözlər var ki, orada hər iki variantda düşünəcəyik. Biz bilməyəcəyik ki, orada ədaddır ya bağlayıcıdır. Yəni, hər iki variantda düşünmək olar. Ədad kimi də, bağlayıcı kimi də. Testlərdə, o tipdə testlər düşür. Məsələn, baxırıq. Deyirəm ki, ancaq bu iş alınmadı. Məsələn, mən bilmirəm ki, bunun əvvəlində belə deyə bilərik. Mən çalışdım, ancaq bu iş alınmadı, yoxsa ancaq bu iş alınmadı. Bunu belə də işlədə bilərik. Mən çalışdım, ancaq bu iş alınmadı. Amma ilə əvəz edə bildim. Amma bu iş alınmadı. Və yaxud da deyirəm ki, ancaq bu iş alınmadı. Vurğunu buya vururuq. Bu iş alınmadı. Burada isə ancaq bu iş alınmadı. Burada isə yalnız bu iş alınmadı. Məhdudlaşdırıcı ədaddır. Deməli, qarşılaşdırma bağlayıcı sularda aydındır ki, birinci tərəf təsdiqdə, ikinci tərəfə inkarda olur. Amma ilə əvəz edə bilirik. Ancaq bu iş alınmadı, görürsünüz. Ancaq bu iş alınmadı. Burada isə məhdudlaşdırıcı ədad kimi çıxış edə bilirik. Yəni, bəzi cümlələrdə hər iki variantda düşünmək olur.